Salam Dilafruz, necəsən? Xoş gəlmisən. Sağ ol, sən necəsən? Mən sizi cüt çağırmışdım Xanzada ilə birdə. Niyə gətirməmisən onu? Sən neçin Xanzadan ha? Sənin nə evə lazımdır Xanzada? Xanzadan evdə hoq qədər işi gücü var. Mal qaraya baxır, toyaq cücəyə baxır, ev eşiyi təmizləyir. Sən neçin nə soruşacaqsan məndən soruş da. Bildim, bizim izləyicilərimizə Xanzada maraqlıydıq. Əşi neçin sən Xanzadanı? Mən ha burdan deyəcəm izləyicilərə. Avvala Xanzadan neçin ha? Mən ha burada oturmuşam da. Nə soruşmaq istəyirsiniz məndən soruş, mən evdə ona deyəcəm. Narahat olma. Yaxşı da əsəbləşmə Dilafruz. Yaxşı, bəs Qaxda necədir havalar? Qaxda mən gələndə qar yağmaq istəyir. Ey, bir soyuqdur. Mən qana bilmirəm, amma mart ayı niyə həbl olubdu? Martda da qar yağır, qışda da qar yağır. Ha, nə vaxt sinəcək? Sabah bir gün nədir onun adı? Novruz bayramı gəlir. Kosa necə gəlsin abi qar qiyamətin içində? Ən sevdiyiniz bayramlardan hansıdır? Novruz sevirsiniz? Mənim ən xoşuma gələn şeydir. Novruz bayramı yumurta doğuşdururlar. Mən həmişə orada uduzuyam ama. İndi mən hər şeyi başa düşdüm. Mən abra niyə çağırırsınız? Nə daha burada nə iş görürsünüz siz? Biz burada məşhur şəxsləri çağırırıq. Podcast. Nə üçün? Podcast. Podkası? Hə. Podkast nədir? Radio verilişi də belə deyək. Ha, oturub ixtilaf eləyir. Hə, radio verilişinin efir versiyası. Abi işə pulunuzu kim verib bəs? Biz veririk. Siz verirsiniz. Yəni mən abla yığışıbsınız abla evdəkilər bilirmi balası abla bu işdə məşğul olan? Bilir. Pul para olur mu? Azdan kişidən. Olur. Allah bərəkət. Allah bərəkət. Amin, çox sağ ol. Xoşum gəldi. Yox, göçəcək yerdə. Göçəcək şey yox. İndi televizorda göstərəcəklər. Hə, televizor. Çalışırsınız da məni televizorda göstərirlər. Bəli. Vay aman, televizora çıxacaq. Sizin xəbəriniz yoxdur, amma sizi hamı tanıyır, sevir. Vay. Hə. Televizora çıxacağam eləmi? Bəli. Astagfirullah, bir hava qalmışdı. Mən onda Xanzadaya bir dənə deyim. İndi göstərirəm, indi baxsınmı yoxsa? Yox, bu sonra yayınlanacaq. Onda deyərəm baxsınlar. Deyərsən yaxşı. Mütləq deyərsiniz. O linki mi nədir onu göndərərsən? Link mi deyirsən? Yaxşı, başla. Sizdə hansı telefondur? Məndə iPhone işlətiyəm. Mən elə belə oğlan doğulama ki. Ha buna kreditlə almışam 40 illıq. Da nə vaxt qutaracam? Nə vaxt qutaracam bilmirəm. Öyrəniyəm təzə işləməyə. Yavaş-yavaş da. Mən kimdən əşikəm ki? Heç kəs. Nə olub ki bana? Gül kimi öyrənəm. Bəs yaxşı, sizdə qolda da saat var, telefonda da saat var. Hansının ən çox hansına baxayım? Ha buna baxayım. Ha bu da mənə pay veribdi dostlarım sağ olsunlar. Niyə də bunun adı? Casio. Ha belə Casio. Casio mu? Niyə də ondan göçəcək saat. Bəli. Siz axırıncı dəfə Zaqatalaya gəlmişdiniz. Mən sizi orada gördüm. Bəli, məni çağırırlar tez-tez. Yenə də deyəm abdan çağırmaq istəsələr problem yoxdur, çağırsınlar gələcəm. Xanzadaya 1-2-8 bizim studiyada olaşıq var. Bizim studiyada reklam edin də. Mənim gözüm üstə nədir bu? Detonasiya. Detonasiya. Yox, yaxşı şeydir bu detonasiya nədirsə, mənim xoşum gəldi. Məni bir adam bilib çağırıbsınız. Həqiqətən də yaxşı. Amma siz cığallıq ediniz. Mən sizi ikinci çağırmışdım. Heç olmasa Dilfiruzu gətirərdiniz. Dilfiruz dərsdədir, dərs oxuyur. Xanzada da mal qaraya baxır. Biz ikimiz gəlsək pes o mal qaraya kim baxacaq? Acından qırlarlar. Biz onlara unuduq. Siz ailədə neçə nəfərsiniz? Mənəm, Xanzadadır, Dilfiruzdur. Bir də mənim atası ilə anası var. Onlar indi biraz xəstə fason kimi. Qaynanayla yola gedirsiniz, qaynana. Qaynanayla mı? Elə də gediyəm, yaxşıdır pis olur. Orada pensiya kartını mənə verir, deyir, ala get oradan, nə istəyən al, onda yaxşı oluyor. Pis oğul, yaxşıdır. Məni çox istəyir. Məni hamı çox istəyir. Biz də sizi çox istəyirik. Yaxşı ki varsınız. Çox sağ ol. Təşəkkür edirəm dəvət üçün. Lazım olanda zəng elə mən gələcəm yenə, yaxşımı? Yaxşı. Ölməm. Sizi görmək xoş oldu. Təşəkkürlər. Çox sağ ol, var ol. Mən gedə bilərəmmi? Buyurun. Avtobusa çatmalıyam. Sağ olun. Sağ olun. Çox sağ olun. Bizə sözünüz var başqa? Sizə uğurlar arzu edirəm. Sizin bu Detonasiya kanalına. Bizim izləyicilərimizə də bir. Mən istəyirəm ki, sizin izləyicilərinizə deyim, elə mənim də izləyicilərimə deyim ki, bu Detonasiyanı izləyin. Yaxşı işlər qoruyurlar. Rayonda da olsalar, cavanlar, gənclər yaxşı işlər qoruyurlar. Podkast çəkirlər, nə bilim maraqlı videolar çəkirlər. Hələ qabaqda daha yaxşı layihələr var. Odur ki, o səhifələrə belə basırsan, elə follow edilər də. Ondan eləyin. Baxa durun da. Cəmaət sizdən ötəri çalışır. Niyə baxmırsınız? Mənim başım çıxmıyor. Baxın da. Vay aman. Yaxşı dedim ha. Əla dedim. Təşəkkür edirəm. Sağ olun. Mən də sizə təşəkkür edirəm. Sağ olun.